Fe'li birləşmə ilə ifadə olunan ikinci dərəcəli cümlə üzvünün işləndiyi nümunəni müəyyən edin. Oğlunun yolunu gözləyən ana, hansı ana oğlunun yolunu gözləyən təyin var və fe'li sifət tərkibi ilə ifadə olunub. Maralın soyuq daşlara fışqıran isti südü gözlərimi tutdu. Maralın südü bütövlükdə bir cümlə özvüdür. Yəni burada soyuq daşlara fışqıran fe'li birləşmə olsa da ismi birləşmənin tərkibinə daxildir. Küknar Salavinin adamlar üçün qoyduğu işarə idi. İşarə idi nə? Küknar hansı? Yenə də burada təyindən istifadə olunub, fe'li sifət tərkibi ilə ifadə olunmuşdur. Cavabımız elə 1-3 olur. Roman epik növün ən əhatəli və çoxşaxəli janrıdır. Burada fe'li birləşməyə rast gəlmirik. Tomun köynəyinin quru olub olmadığını düşünmək ona xoş gəlirdi. Burada isə məsdər tərkibi olsa da mübtəda vəzifəsində çıxış edir.